Əziz insanlar, mən indi gecə 1:38-dir, ayın 1-idir, 1 may. Ağlayıram, kövrəlmişəm, bilirsiniz niyə? Təsəvvür edin ki, mən ancaq uzanıb namaz qala bilirdim. İndi isə namazımı gözəl-gözəl ayaq üstə qıldım. Mənim heç halım olmurdu. Halım olmurdu. Ayaq üstə qılmağa, oturmağa da hətta son vaxtlar halım olmurdu. Oturub qılmağa, uzanıb qılırdım. Uzananda deməyə də halım olmurdu namazın sözlərini. Ürəyimdə deyirdim. Leş kimi. Amma niyə kövrəlmişəm? Həmin o dərman deyil. Bugün, dünən çəkdiyim, yəni axşam, indi gecə 1:38, 39 olacaq. Nəysə ki, dünən, yəni ayın 30-u apreldə çəkdiyim video dərman deyil. Arıqladır. Dərman deyil adlı videoma əsasən, yəni mən o dərman olmayan arıqladan inşallah nəticəsini görəcəm. Yəni ki, bioloji aktivləşdirən, yəni halsız olurdum. O dərman deyil də, yəni o vaxtda video çəkmişəm canım. Onu mən qəbul edəndən sonra namazımı gözəl-gözəl qıldım. Maşallah, Allah sizə də qismət eləsin. Çox gözəl-gözəl ayaq üstə. Amma birinci hələ həbə atmışam. Birinci də kapsuladı. Birincini atmışam hələ. Bir dəfə atmışam. İnşallah sabah səhərdən. Hər gün səhər yeməyindən sonra atacaq. İnşallah namazdan vermiş ayaq üstə qılaram. Ölənə qədər. Amin. Allah sizə də qismət eləsin. Sağ olun. Çox gözəldir ayaq üstə. Allah'ın huzurunda durup namaz kılmak. Ya Allah, lebbek ya Allah.